İlk vlogumdan sizi salamlayıram. Mən İsmail. Bir xeyli müddətdir hərəkət kamerası almışdım, amma istifadə eləmirdim. Dostum zəng etdi, dedi, gedək cənub tərəfə istirahət edək. Bu mənim üçün həm fürsət idi ilk vlogumu çəkmək üçün, həm də cənub tərəfinin necə gözəl olduğunu, təbiətini sizə göstərmək istəyirdim. İlk dayanacağımız yer Təbəssüm istirahət mərkəzi oldu. Oranın gözəl təamlarından, cənub mətbəxinin gözəl təamlarından daddıq. Çox gözəl ərazi ilə tanış olduq. Hərçənd ki, hava biraz narın yağışlıydı, amma biz dedik təbiət qoyunu çıxaq, biraz dağları gəzək. Burada çox gözəl mənzərə idi. Dağların başı sanki bir duman idi. Ətrafda olan sakit huzur insanın ruhunu dincəldir sanki. Ətrafı biz bir xeyli gəzdik, dolaşdıq. Hətta mən burada özümü də çəkdim. Təbiət qoynunda Tanrıya minnətdarlığımı da belə elədim ki, bu gözəlliyi bizə görməyə qismət edib. Sonra biz yollandıq. Gecə düşmədən qalacağımız ünvana istədik gedək. Burada bir xeyli biz axtardıqdan sonra Murad Ailəvi İstirahət Mərkəzini tapdıq. Gözəl də çayın kənarında yerləşən isti domiklər idi. Burada səhər saat 06:00 oldu. Yatdığımız yerdə pes sönmüşdü, odun qurtarmışdı. Yəni səhərə yaxın bəş şəkildə mən üşüdüm. Gördüm ki, yəni soyuqdur, durdum pesə biraz odun qoydum. Ətrafı seyr elədim. Çox gözəl mənzərəsi var idi. 5 dəqiqə mən ətrafın səsini, çayların səsi qulaq asdıqdan sonra yenidən yatmağa qərar verdim. Çünki mən gecəni səhərə üşümüşdüm, yatdım. Birazdan çünki yola düşəcəkdik. Səhər açılır, biz səhər yeməyimizi yeyirik, yollanırıq Şirhal şəlaləsinə tərəf. Bizə dedilər ki, Niva ilə getməlisən, amma mənim Lexusum Niva'dan belə fərqlənmir. Dedim, öz maşınımla gedəcəm. Sağ olsun dostum maşınımı sürdü, mən ətrafı çəkdim. Yollanırıq Şirhal şəlaləsi tərəfə. Az getdi, çox getdi. Nəhayət Şirhal şəlaləsinə tərəf getdi. Burada maşınımla hətta şəlaləyə gedən yolun znakı yanında şəkil çəkdirmişəm. Və çatırıq şəlaləyə qalxan yerin yanına. Burada hardasa 10-12 dəqiqəlik piyada şəlaləyə qalxmaq lazımdır. Ərazi sanki nağıllarda olduğu kimidir. Yəni deməsəz ki, bu lerişdir, heç kim bilməz. Yəni sanki bu Avropadır, İsveçrədir. Nağıllarda olduğu kimi çox gözəl, dumanlı, şehli dağların qoynundayıq. Yəni kim ki bu əraziləri gedib gəzmir, görmür, çox şey itirir. Cənub tərəf turizmi biraz şimal tərəfə nisbətən zəifdir. Çünki Bakıdan biraz uzaqdır. İnsanlar çoxsu şimal tərəfə üst tutur. Amma cənub tərəfin öz gözəlliyi, öz təbiəti, özünə məxsus təbiəti var. Burada dostumu ürək-dirək verirəm. Onu sürətli şəkildə yuxarı qaldırırıq şəlaləyə tərəf. Amma bir xeyli yol var. Şəlaləyə gedən yolda yox hal-hazırda. Hardasa piyada 15 dəqiqəlik yoldur. Gedirik. Maşınlar bir yerə qədər dayanır. Oradan ancaq piyada hərəkət edirsən. Və nəhayət gəlib çatırıq şəlalə tərəfə. Həqiqətən çox gözəl mənzərəsi var. Çəkdiyimiz əziyyətə dəyər. Hava yağışlı olsa da, biz bura çətinliklə gəlsək də, amma çox gözəl mənzərəsi hər şeyi unutturdu. Bizdən başqa burada heç kim yox idi. Yəni ərazidə ancaq bizim öz uşaqlar idi. Sağı solu fırlandım. Hətta hərəkət kameranın suyun altında belə video çəkdim. Yoxlamış olaram həm də. Ərazi çox gözəl, təbiəti var. Bura yayda gəlsəz daha yaxşı olar. Burada bilmirəm nə edirəm. Hərəkət kamerasını yəqin ki video çəkilişlər eləyirdim. Telefonu bir kənara qoymuşdum. Video çəkilişlər eləyirdim. Siz yəqin ki bu gözəl mənzərəni bu videoda görürsünüz. Ərazinin təbiəti çox gözəldir. Yəni videoda hər şey elə effektiv şəkildə görsənməyə bilər, amma ərazi həddən artıq gözəldir. Sanki yeni deyirəm. İsveçrədir, sanki hansısa bir yerdə. Bəli, mən mələkçi özüm olmuşam, ona görə qısa yollarla gəlmişim. Biz sürətini hesablaya gəlmişik, qanımızdan axır bu video.
Şəlalə macəramız bitdi. Aşağı düşərkən biz gözəl Qaraca qızlarla rastlaşdıq. Ay gözəl qız, sən nə satırsan burada? Dağ yarpızı. O nədir baxın? Baxaq görək nədir o? Bir alaq da. Neçəyə satırsan? 2 manat. 2 manat. Tamam. Bir maşın var onun üstündə pul. İyinə bax. Qalan Gözəl. neçə nədir orada? Neçə orada? Bu çayla içirsən də, hə? Çay dəmləyirsən. 6 dənə. 6 dənə. 6 dənə. Balam manatlıq kimdə var üstündə? Maşında. Ver. Bir dənə manat ver. Hə? Bir dənə manat ver, hamısını alaq. Qız soyuqda gözləməsin. Neçə manat? Hə, bax balam. Nə Bunu qədər? gələ 3 manatı da özə şirini bir şey alarsan. Yaxşı? Sağ ol, Get gözəl. evə, get Sağ istirahət ol. elə. Ala. Əgər yolunuz Lerik Şirhal şəlaləsinə düşsə, bu gözəl Qaraca qıza xeyir verin, ondan dağ yarpızı alın. Biz də oradan ayrıldıq, gəldik Lənkəran Lerik şosesinə. Burada bir gözəl bir restoran var idi, dedik. Axşam yeməyimizi də yeyək, qayıdaq şəhərə. Çox buranın da gözəl mənzərəsi var idi. Hətta yayda bura hovuzu da var idi. Mən də bu gözəllikdə dayanıb, yağışın altında dayanıb ruhumu sanki dincəldirəm. İstəyirəm gəlib telefon götürüb sizə həmən ərazini tanış eləmək istəyirəm. Bura yayda çox qəşəng olur, qiymətlər də normaldır, münasibdir. Cənub Şirhal vloqumuz bura qədər. Növbəti vloqlarda görüşənədək.